Gəlir İlham Əliyev. İlham Əliyev gəlir. Gibi. İlham Əliyev gəlir. Dictateur des Azerbaïdjan. Azərbaycan prezidenti gəlir. Pour le Görürsünüz. Beyler Əyyubovdur buradan. Cənab Əliyev, ölkədə repressiyalar nə vaxt durdurulacaq? Oponentlərə qarşı repressiyalar nə vaxt durdurulacaq İlham Əliyev? Cənab İlham Əliyev Azərbaycan nümayəndə heyətinin maşını gəldi getdi. Görürsünüz ki İlham Əliyev gəldi. İlham Əliyevə sualı verdik ki, Azərbaycanda siyasi repressiyalara nə vaxt son qoyulacaq? Təəssüflər olsun ki, Əliyevdən cavab ala bilmədik. Əliyevi müşahidə edən zirehli maşın buradadır. Maralısı budur ki, İlham Əliyev bu zirehli maşını görünür ki, özü ilə tərəl gətirir. Məndə sizə göstərəcəyimiz şeylər budur. Gördüyünüz kimi Bəylər Əyyubov da yerindədir. Hamı da yerindədir. Azərbaycanda da hamı deyir ki, artıq hakimiyyətdə problemlər var. Bir kimi nümayəndə heyəti gəlib fikir verin. Və necə deyərlər? İlham Əliyevə sualımızı verdik, amma sualımıza cevap vermedi. Tək gəldi İlham Əliyev. Birinci sualı verdim. Necə deyərlər? Öz oponentlərinə qarşı ölkədə repressiyalara nə vaxt son qoyacaq? İlham Əliyev sualı eşitdi, özünüz də gördünüz. Amma nə deyək? Yəni onun da cavab verməmək hüququ var. Bir çox dövlət başçıları gəlirlər burada. Çıxışlarını eləyirlər. Biz ASTV-də, Real TV-də, digər jurnalistlər də buradadır. Göründüyü kimi İlham Əliyev Almaniyaya, München Təhlükəsizlik Konfransına gördüyünüz kimi yanımda Azərbaycan televiziyası jurnalistləri olublar. Burada ictimai televizyon jurnalisti var. Biz de her bir şeyi çektik, gösterdik ama hələlik onu deyə bilərik ki, suallarımıza cevap verən olmadı. Dostlar, bu videonu paylaşın. İlham Əliyevlə ilk görüşümüz oldu. Görüşümüz deyəndə görünürdü ki, çox tələsir, getdi. Ümid edirik ki, İlham Əliyev də bu videoya 100% baxacaq və bizim ona ünvanlamaq istədiyimiz suallara cavab vermək istəsə buyursun. Öz mətbuat xidmətinin vasitəsilə yəqin ki, bizi burada tapıb suallarımıza cavab vermək istəsə biz onunla ətraflı və yaxud qısa bir müsahibə hazırlanmağa
razıyıq. Hələlik bu qədər dostlar. Baxın.